2026-cı ildən Azərbaycanda iqtisadi və sosial sahələrdə əsas dəyişikliklər olacaqdır. Belə ki, gələn il 2026-cı ildən etibarən Azərbaycanda həm vergi, həm sosial müdafiə, həm də iqtisadi sahələrdə bir sıra yeniliklər qüvvəyə minəcək. Bu dəyişikliklər və onların mümkün təsirləri bunlardır. 1. Maaşlara gəlir vergisi tətbiq olunacaq. Belə ki, 2026-cı ildən etibarən aylıq gəliri 2500 manata qədər olan şəxslər 3% gəlir vergisi ödəyəcəklər. Hazırda bu məbləğə qədər əmək haqqı olan şəxslər gəlir vergisindən azad edilər. Məsələn, aylıq maaşı 2000 manat olan şəxs 60 manat vergi ödəyəcək. 2. Minimum əmək haqqı və pensiya sabit qalır. Belə ki, 2026-cı ildə minimum əmək haqqı 400 manat, minimum pensiya isə 320 manat səviyyəsində saxlanılacaq. 3. Kirayə mənzildən gəlirə 10% vergi. Belə ki, evini kiraya verən şəxslərin gəlirlərindən 10% vergi tutulacaq. Bu dəyişiklik qeyri-rəsmi icarə bazarının leqallaşdırılmasına və büdcəyə əlavə gəlir gətirilməsinə yönəlib. Məsələn, aylıq icarə 600 manatdırsa, icarə verən şəxs 60 manat vergi ödəyəcək. Elektrik mühərrikli avtomobillərə əlavə dəyər vergisi güzəşdi. Belə ki, 2026-cı ildə elektrik mühərrikli avtomobillərin idxalı və satışı 1 il müddətinə ƏDV-dən azad ediləcək. Bu qərarın məqsədi ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin yayılmasını təşviq etməkdir. Bu güzəşt həm idxalçı şirkətlərə, həm də alıcılara müəyyən güzəşt imkanı yaradacaq. 5. Media subyektləri üçün vergi güzəşti uzadılır. Media orqanları üçün nəzərdə tutulmuş vergi güzəştləri daha 3 il müddətinə uzadılacaq. Bu addım medianın maliyyə sabitliyini qorumaq, xüsusilə regional və onlayn media qurumlarının fəaliyyətini dəstəkləmək məqsədi daşıyır. 6. Xaricdən gətirilən telefonlara yeni rüsum. Ölkəyə ildə bir ədəddən artıq mobil telefon gətirən şəxslər hər əlavə telefon üçün 100 manat rüsum ödəyəcəklər. Bu məhdudiyyət şəxsi istifadə ilə kommersiya məqsədi arasındakı fərqi müəyyənləşdirmək və qeyri-legal ticarətin qarşısını almaq məqsədini daşıyır. 7. Yaşayış minimumu və ehtiyac meyarları artırılır. Belə ki, 2026-cı ildə yaşayış minimumu 300 manat olacaq. Hazırda 285 manatdır. Bu artım əhalinə sosial rifah səviyyəsinin inflyasiyaya uyğunlaşdırılması istiqamətində atılan addım kimi qiymətləndirilir. 8. Alkoqollu içkilərə aksiz artımı. Belə ki, alkoqollu içkilərə tətbiq edilən aksiz vergisi 4,8 manatdan 5 manata qaldırılacaq. Bu həm büdcə gəlirlərinin artırılmasına, həm də istehlakın müəyyən dərəcədə azaldılmasına yönəlib. Və nəhayət 9. İqtisadi göstəricilərin proqnozları isə belədir. Orta illik inflyasiya 4,8% səviyyəsində proqnozlaşdırılır. Orta aylıq əmək haqqı 1170,8 manat olacaq. Orta pensiya isə təxminən 579,2 manat səviyyəsində gözlənilir. Beləliklə, 2026-cı il üçün planlaşdırılan dəyişikliklər əsasən büdcə gəlirlərinin artırılması, vergi intizamının gücləndirilməsi və yaşıl iqtisadiyyata keçid istiqamətində atılan addımlar kimi qiymətləndirilir və iqtisadi sabitliyin qorunmasına üstünlük veriləcək.